أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم ورحمتي وسعت كل شيء صدق الله العلي العظيم. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, Allah bu rəhmət, bərəkət, məğfirətlə dolu olan bir ayın feyzindən faydalanmağı və bu ayın bütün savab əməllərindən faydalanmağı hər birimizə nəsib eləsin inşallah. Möhtərəm cəmaatımız, bildiyiniz kimi bugün mübarək rəhmət ayının ilk cümə günüdür. Mən həmi mübarək ay münasibəti ilə, həmi bu mübarək ayın mübarək günü, cümə günü münasibəti ilə hər birinizi olmaqla, ağamız olmaqla Allah zuhurunu görməyi hər birimizə nəsib eləsin. Hər birinizə mübarək olsun söyləyirəm, bərəkətli olsun söyləyirəm. Doğrudan da Rəbbimizə biz bu günlərimiz üçün nə qədər şükür etsək, yenə də azdır.